Salam əziz izləyicilər, bugünkü dərsimiz 5-ci sinif Azərbaycan dili kitabının 2-ci hissəsindəndir. İlk dərslə başlayırıq. Əvvəla bölmənin adına münasibət bildirək. Özünə inan. Özünə inanmaq nədir və özünə inanmaq necə formalaşır? Özünə inanmaq, özündə olan yaxşı və pis cəhətləri bilmək, zəif cəhətlərini tanımaq, nəyi bacarıb, nəyi bacara bilmədiyinin fərqində olmaq, başqasında olub, özündə olmayan xüsusiyyətləri bilmək. Buna baxmayaraq, düzdür, mən başqalarında hər hansısa bir yaxşı xüsusiyyət var, məndə yoxdur. Ola bilsin ki, başqası yaxşı bir rəsm çəkə bilir, mən çəkə bilmirəm və yaxud başqası yaxşı bir şiir deyə bilir, mən deyə bilmirəm. Düzdür, mən bunları bilirəm. Amma mən heç vaxt səhv eləməkdən qorxmuram. Özümə çünki inanıram. İnanıram ki, mən də bir gün yaxşı rəsm çəkə bilərəm və yaxud yaxşı bir şeir deyə bilərəm və yaxud yaxşı təqdimat eləyə bilərəm. Deməli, özünə inanmaq sırf inkişafa aparan yoldur. Belə deyək də, özünə inanmayan şagird, fərd heç vaxt inkişaf eləyə bilməz. Bunlar bir-biri ilə bağlı amillərdir. Baxaq birin A bəndindəki tapşırıqlara. Birin A bəndindəki tapşırıqlar əslində fərdi tapşırıqlardır. Burada şagirdlərin subyektiv fikri istənilir. Yəni, ola bilsin ki, mənim cavablarımla hər hansısa bir şagird razılaşmaya bilər. Çünki bu, hər kəsin müxtəlif, fərqli fikirləri ola bilər. Bir var konkret cavabı olan suallar. Bilirsən ki, burada soruşur, tutaq ki, hər hansısa bir sualın cavabının bir dənə cavabı var, verirsən. Amma elə suallar var ki, orada müxtəlif fikirlər meydana çıxa bilər. Buradakı tapşırıqlarda sırf elə tapşırıqlardandır, yəni müxtəlif fikirlər çıxa bilər meydana. Birinci tapşırığa baxırıq. Sual belədir. Təqdimat etməkdən xoşunuz gəlir, yoxsa təqdimatı dinləməkdən? A bəndində deyir, təqdimat etməkdən xoşum gəlir. B bəndində isə deyir, təqdimatı dinləməkdən xoşum gəlir. Məsələn, mən bu sualı cavablayası olsam, deyərdim ki, hər ikisi. Nəyə görə hər ikisi? Çünki təqdimatı etmək, təqdimat yaratmaq bacarığımızı, onu dinləyicilərə çatdırmaq, nə qədər yaxşı bir təqdimat edə biləriksə, bu bizim təqdimat etmək bacarığımızı formalaşdırır. Daha sonra şifahi nitq bacarıqlarımızı formalaşdırır. Yazılı təqdimatlar xəttimizin səliqəsini ortaya çıxarır. Bir də təqdimatı dinləmək. Təqdimatı dinləmək dinləmə mədəniyyətini formalaşdırır. Dinləmə mədəniyyəti çox vacib bir şeydir. Bugün mən şagirdlərdə ən sevmədiyim cəhətlərdən biri, tutaq ki, evə qrup işi vermişəm və yaxud hər hansısa bir fərdi iş vermişəm. Gəlirlər, lövhədə təqdim eləyəndən sonra digər qrupların işlərinə, digər şagirdlərin işinə qulaq asmaq istəmirlər. Sanki elə bil ki, mən danışdım, bitdi, day digərlərinə qulaq asmağa ehtiyac yoxdur. Bu əslində çox səhv bir yanaşmadır. Şagird təqdimat etməklə yanaşı, həm də dinləməyi bacarmalıdır. Çünki ola bilsin ki, eyni mövzu olanda, eyni mövzu ətrafında müxtəlif şagirdlər fərqli şey yaza bilər. Tutaq ki, mənim yazdığım məlumat digər qruplarda olmaya bilər və yaxud digər qruplarda olan məlumat mənim yazımda olmaya bilər. Deməli, biz yaxşı bir dinləyici olmalıyıq ki, digər qruplarda verilən məlumatı da öyrənə bilək. Keçirik ikinci tapşırığa. İkinci tapşırıqda deyir, təqdimat zamanı dinləyənlərlə göz təması qurursunuzmu? Burada A bəndində deyir, bəli, dinləyənlərin gözünə baxarkən həvəslənirəm. B bəndində isə deyir, xeyr, dinləyənlərin gözünə baxmaqdan çəkinirəm. Dinləyənlərin gözünə baxarkən həvəslənirəm, bu adətən özünə inanan insanlarda olur. Yəni ki, səhv eləməkdən qorxmamaq, özünə güvənir, belə deyək də, düzəltdiyi təqdimata güvənir, bilir ki, yaxşı bir təqdimat hazırlamışam, ona görə də həvəslənir. Amma elə belə deyək də, təqdimat eləyənlər var ki, dinləyənlərin gözünə baxmaqdan çəkinir. Bu, biraz özünə inamsızlıq nümunəsidir. Çünki nə qədər özünə inansa, bir o qədər də həvəslənəcək. Deməli, kimisə gözünə baxmaqdan qorxursa, çəkinirsə, demək ki, burada nəysə ya təqdimatı yaxşı hazırlamayıb, ya özündə nəysə utancaqlıq hissi var. Üçüncü tapşırığa baxaq. Dinləyənlər sizə qulaq asmayanda nə edirsiniz?
Onların diqqətini özümə cəlb etməyə çalışıram. Təbii ki, bütün təqdimatların məqsədi olsun müəllimin dərsi və yaxud müəllimin dərs zamanı olan nitqi, hamısı şagirdlərin diqqətini cəlb etməyə yönəlir. Eyni zamanda da şagirdlərin təqdimatı, şagirdlər də istəyər ki, təqdimat zamanı bütün sinif ona qulaq assın. Amma belə olmaya da bilər. Çünki elə şagird var ki, onun marağına səbəb olmaz bizim elədiyimiz təqdimat və yaxud hər hansısa bir mövzunu izah edirik. Bu şagirdə heç də maraqlı gəlməyə bilər. Amma belə olan halda həvəsdən düşmək lazım deyil. Daha çox çalışmaq, daha da yaxşı nəticələr, daha da yaxşı təqdimatlar eləməyə çalışmaq lazımdır. Çıxışdan əvvəl və təqdimat zamanı hansı hissləri keçirirsiniz? Diqqət mərkəzində olduğuma görə qürur hissi keçirirəm. Əlbəttə, nə qədər yaxşı bir təqdimat hazırlasaq, yəni mən təqdimatıma güvənirəm, yaxşı bir həm səliqəli yazmışam, həm mövzunu tam əhatə eləmişəm, həm də mövzunu, belə deyək də, digər uşaqlara çatdıracaq şəkildə plan qurmuşam. Deməli, mən fəxr eləyə bilərəm, qürur hissi keçirə bilərəm. Amma digər bənddə deyir, həyəcanlanıram, səhv danışmaqdan qorxuram. Amma səhv danışmaqdan qorxmaq məsələsinə mən biraz fərqli yanaşıram. Səhv eləmək, düzdür, biz bəzən səhv eləyəndə danlayırıq, ya valideynlər, analar evdə şagirdi danlayır, ya müəllim məktəbdə şagirdi danlayır, niyə səhv elədin? Amma səhv eləmək heç nə etməməkdən yaxşıdır. Çünki heç nə etməyən şagird heç bir şey öyrənməyəcək. Səhv eləyəndə isə ən azından dərsi danışanda və yaxud hər hansısa bir suala səhv cavab verəndə müəllim ona deyəcək ki, bala, belə yox, elə olmalıdır. Deməli, səhv danışanda biz düzgün variantı öyrənirik, amma heç nə deməyəndə heç nə öyrənmirik. Ona görə də heç nə deməməkdənsə səhv demək daha, belə deyərdim ki, yaxşıdır. İndi baxırıq mətnə. Mətnin əvvəlində epiqraf verilib. Epiqrafa baxaq. Məğlubiyyətin əsas səbəbi ümidsizlik və qorxudur. Qorxu ola bilsin ki, müxtəlif səbəblərdən ola bilər. Ya izləyici qarşısında çıxış eləməkdən qorxa bilər. Ya özündə, belə deyək, hər hansısa bir təqdimat eləməkdən qorxa bilər. Və yaxud ola bilsin ki, nitqi qüsurludur, başqalarının ona güləcəyindən qorxa bilər. Bu qorxunun səbəbləri müxtəlif ola bilər. Amma biz təbii ki, qorxunu özümüzdən uzaqlaşdırmalıyıq, bunun üzərində çalışmalıyıq. Belə bir deyim var, inanmaq bacarmağın yarısıdır. Mən nə qədər bir şeyi bacarmayacağımdan qorxacamsa, o şeyi həqiqətən də bacarmayacam. Yox, əgər mən özümü inandırsam ki, mən bu işi bacaracam, mən bu işi edəcəm, o şeyi həqiqətən də edəcəm. Bir məsəl də var, deyir, yaxşı düşün, yaxşı olsun. Həqiqətən də yaxşı düşünəndə, bir şey haqqında, bir şey planlayanda, onun haqqında yaxşı düşünürsənsə, o işin nəticəsi də yaxşı olur. Yox, əgər bədbin fikirləşirsənsə, o işin nəticəsi heç də ürəkaçan olmayacaq. Alabəzək torba mətnində, mətni oxumaqla vaxt itirmək istəmirəm. Mətnimizdə özünə inanmayan, tamaşaçı qarşısında, auditoriya qarşısında çıxış eləməkdən qorxan bir qəhrəmanımız var, Aygün adında. 5-ci sinif şagirdi olan Aygün çox çalışqan qız olsa da, sinif qarşısında çıxış eləməkdən qorxur. Deyir ki, hər hansısa bir, elə bir ki, özündə qorxu formalaşıb ki, hansısa bir sözü səhv deyərəm, şagirdlər mənə gülər. Əslində çox çalışqandır, hər şeyi yerində eləyir, amma gəl ki, sinif qarşısında çıxış eləyə bilmir. Və Aygün bu kompleksindən, yəni özünə olan inamsızlığından necə azad olur? Atasının oyunu sayəsində, atası ondakı bu xüsusiyyəti uzaqlaşdırmaq üçün Aygünə bir oyun oynayır və bu oyun sayəsində Aygün özündə olan o həmin zəif cəhəti uzaqlaşdırıb, inkişaf edən şagirdlər sırasına qatılır və artıq o təqdimat etməkdən qorxmur, sinif qarşısında rahat-rahat təqdimatını eləyir. Bizim mətnimizin mövzusu bundan ibarətdir. Mətnimizi oxumaqla vaxt itirmirəm. Mətni
Çox güman ki oxumusunuz. Baxırıq söz boğçasına, söz boğçasında olan sözlərin mənasına. Müthiş sözü dəhşətli sözü ilə eyni köklüdür. Dəhşətli deməkdir. Xof, qorxu deməkdir. Müşkül sözü çətin, edilməsi mümkün olmayan mənasına gəlir. Ehtimal sözü güman deməkdir. Ehtimal olunur, güman olunur. Auditoriya dinləyici kütləsi deməkdir. Dinləyicilər. Konferans isə tədbir deməkdir. Glossariya baxırıq. Glossariyada yazılıb natamamlıq kompleksi. Natamamlıq kompleksi nədir? Oxuyuruq. Fikir və hərəkətlərində yanlışlığa yol verəcəyini düşünən insanın keçirdiyi utancaqlıq, özündən narazılıq hissi. Yəni, mən bir sözü birdən səhv deyərəm və yaxud şeir danışaram, birdən çaşaram və yaxud təqdimat eləyəndə şagirdlər hər hansısa bir səhvimə görə mənə gülərlər. Bu kimi xüsusiyyətlər insanda natamamlıq kompleksi yaradır. Yəni, özünə inamsızlıq, güvənsizlik yaradır. Buna da natamamlıq kompleksi deyilir. Tapşırıqlara baxırıq. Birin B bəndinə. B bəndində deyir ki, söz boğçasından nöqtələrin yerinə uyğun gələn sözü seçin. Meşədən gələn səslər insanı vahiməyə salırdı. Necə səslər? Müthiş səslər. Müthiş sözünü qoya bilərik burada nöqtələrin yerinə. Yarışın sonuna 5 dəqiqə qalmış, hesabı bərabərləşdirmək müşkül məsələ idi. Konferans iştirakçıları fasiləyə çıxdılar. Belə ehtimal etmək olardı ki, sabahki sərgi də maraqla qarşılanacaq. Deməli, B bəndindəki tapşırıqları nöqtələrin yerinə bu sözlər uyğun gələcək. C bəndinə baxırıq. C bəndində deyir, xof sözü ilə yaxın mənalı olan sözləri müəyyən edin. Yəni, sinonim sözləri. Xof sözünə yaxın mənalı söz bir vahimə sözüdür, bir qorxu sözüdür, bir də dəhşət sözü. 1, 3, 5-ci bəndlər uyğun gələcək. C bəndinə baxırıq. C bəndində deyir, natamamlıq kompleksinə qalib gəlmə ifadəsini necə başa düşürsünüz? Bayaq dediyim kimi natamamlıq kompleksi özünə inanmamaq, səhv eləməkdən qorxmaq, birdən nəyisə səhv deyərəm, kimsə mənə gülər. Bu kimi xüsusiyyətləri özündə birləşdirir və biz bu xüsusiyyətlərdən necə azad ola bilərik? Özünə güvənməklə, özündə inam hissini formalaşdırmaqla, yəni ki, səhv eləyə bilərəm, düzdür. Amma yenə də mən özümə inanıram. Natamamlıq kompleksinə, bayaq dediyim kimi, özünə inanmaqla qalib gəlmək olar. Digər tapşırıqlara baxaq. 2-nin A bəndi. 2-nin A bəndində mətnlə bağlı düzgün fikirləri soruşur. Baxaq birinci cümləyə. Aygün məruzə hazırlamaqda çətinlik çəkirdi. Bu fikir səhvdir, çünki mətnin içərisində də deyir ki, Aygün çalışqan şagird idi. Hətta o məruzəsini də rahatlıqla hazırlayır, internetdən tapdığı məlumatları yazır. Sadəcə Aygünün çətinlik çəkdiyi məruzəni təqdim eləmək idi. Ona görə də birinci fikir səhv olacaq. Bizdən düzgün fikirləri soruşur. İkinci cümləyə baxırıq. Aygün üçün ətrafdakıların onun haqqında fikri çox önəmli idi. Bu fikir düzdür, çünki Aygün orada deyir, belə bir fikir var, deyir ki, birdən səhv danışaram, mənə gülərlər. Deməli, həqiqətən də ətrafdakıların, yəni sinif yoldaşlarının onun haqqında fikri onun üçün önəmli idi. Ona görə ikinci fikir düz fikir olacaq. Qoy, dəftərdə, vərəqdə qeyd eləyək. Deməli, burada fikirlərdən biri olacaq ikinci fikir. Üçüncü cümləyə baxaq. Üçüncü cümlədə deyir, ata torbadan çıxan sonuncu şarın da qırmızı rəngdə olacağına əmin deyildi. Xeyr, ata özü bilirdi torbadan çıxan son şarda qırmızı olacaq. Çünki o oyun qurmuşdu əvvəldən. Deməli, üçüncü cümlədə səhv olacaq. Sonra deyir, atanın planından Aygünün anası xəbərsiz idi. Bu da yanlış fikirdir. Çünki mətnin içərisində deyir ki, atam bu oyuna düz bir ay hazırlaşmışdı. Deməli, ana da əvvəlcədən xəbəri var idi. Atası vəfat edəndə Aygün 25-26 yaşlarında olardı. Mətnin əvvəlində Aygünün 5-ci sinif şagirdi olduğunu nəzərə alsaq, 5-ci sinif şagirdi də hardasa 10-11 yaşlarında eləyir və mətnin sonlarında da deyir ki, 14 il keçib. 11 və 14 hardasa 25-26 yaşlarında olar. Bu cavabı düzgün götürmək olar. Ona görə də burada düzgün cavablar olacaq. 2 və 5-ci cavablar. Sonra deyir, düşün və cavab ver.
Deyir, sizcə nə üçün ata məruzə edərkən Leyliyə baxmağı tövsiyə etdi? Leyli Aycunun dostu idi. Buna görə də atası deyir ki, məruzə edərkən Leylinin üzünə bax. Çünki onun dostu idi də. Dost insana daha yaxşı əhval-ruhiyyə bəxş eləyir. Digərləri, tutaq ki, onu belə deyək, təqdimatda səhv deyiləsə, ona lağ eləyib gülədə bilər, amma dost elə olmur. Dost onu ruhlandırır. Buna görə də atası ona Leyliyə baxmağı tövsiyə eləyir. Sonra baxırıq C bəndinə. C bəndində deyir, Alabəzək torba mətnin əvvəlində verilən epiqrafı mətnin məzmunu ilə necə əlaqələndirərdiniz? Mətnin əvvəlindəki epiqrafda deyir ki, bir dəqiqə epiqrafa baxaq. Epiqrafda deyir ki, məğlubiyyətin əsas səbəbi ümidsizlik və qorxudur. Biz də mətnin içərisində şahid olduq ki, Aycun həqiqətən də təqdimat eləməkdən qorxurdu. Qorxurdu ki, səhv eləyərəm, mənə gülərlər. Burada da həmin epiqrafla mətnin içərisindəki Aycunun belə deyək, xüsusiyyətləri uyğunlaşır. Ona görə də məzmunu ilə əlaqəlidir. Qlosari hissəsində epiqraf sözünün mənası verilib. Epiqraf nədir? Epiqraf əsərin və ya onun hissələrinin əvvəlində verilən hikmətamiz cümlə. Bu, hər hansısa bir atalar sözü də ola bilər, hər hansısa bir şeir parçası da ola bilər, kiçik bir şeir parçası ola bilər və belə deyək, 2 misra ola bilər şeirdən. Məsəl ola bilər, atalar sözü ola bilər. Epiqrafın ifadə etdiyi fikir adətən əsərin ideyası ilə bağlı olur. Yəni, mətndə bizə çatdırılmaq istəyən əsas fikir mətnin əvvəlində verilən epiqrafla əlaqəli olur çox vaxt. İndi baxırıq digər tapşırıqlara. C tapşırığında deyir, mətndə altından xətt çəkilmiş cümlələrə diqqət yetirin. Sizcə nə üçün bu cümlələrin əvvəlində 3 nöqtə qoyulub? Qaydaq mətnə. 3 nöqtə qoyulmuş cümlələrdən biri axşam Zərifə müəllim Aycunun anasına zəng etdi. Bu cümlədir. Ümumiyyətlə, 3 nöqtə durğu işarəsinin məqsədi nədir? 3 nöqtə durğu işarəsinin məqsədi ya fikrin davam elədiyini bildirir, ya da özündən əvvəl müəyyən bir zaman kəsiyindən söhbət gedir. Nə deməkdir zaman kəsiyi? Məsələn, burada həmin bu hissəyə baxsaq, atası ilə Aycunun dialoqu olan hissəsinə, burada deyir, səhər tezdən Aycun evdən çıxanda atası soruşdu. Sözümüz sözdür, əlbəttə. Aycun, sinifdə güvəndiyin dostun kimdir? Leyli, məruzə edəndə çalış onun üzünə bax. Burada atası Aycunu məruzə etməyə, yəni dərsə yola salır. Sonra isə bu hissədə həmin bu cümlə ilə məruzə edəndə çalış onun üzünə bax, bu cümlə ilə altından xətt çəkilmiş cümlə arasında Aycunun təqdimat elədiyi hissə buraxılıb. Yəni Aycunun təqdimatı necə elədiyi, təqdimatda çaşdı, çaşmadı, uşaqlar ona güldü, gülmədi. Bu hissədən bizim xəbərimiz yoxdur. Amma sonraki cümlə artıq axşamın düşdüyünü bildirir. Deməli, bu hissədə, bu iki cümlə arasında müəyyən bir zaman keçib, zamanın keçdiyini bildirir. 3 saat keçib, 4 saat keçib, 5 saat keçib, amma zaman keçib. Buradakı 3 nöqtədə sırf həmin zamanı bildirir. Digər altından xətt çəkilmiş cümləyə baxaq. Digər altından xətt çəkilmiş cümlə də burada 14 il sonra verilən cümlədir. Əvvəlində 3 nöqtə qoyulub. Burada fikrin davam elədiyini bildirir. Deməli, biz mətnin əvvəlində Aycun 5-ci sinifdə oxuyurdu. Həmin hissədə qalmışdıq. Bu 14 il sonra artıq həmin o Aycunun həyatı, Aycunun həyatının necə olduğu davam eləyir. Burada da 3 nöqtə işarəsi hadisələrin davam elədiyini bildirir. Baxırıq İkinci tapşırığın D bəndinə. D bəndində deyir, aşağıdakı yarımbaşlıqları əlavə etməklə Alabəzək torba mətnini genişləndirin. Aycunun təqdimatı, bayaqki tapşırıqda dedim ki, orada Aycunun təqdimatı olan hissəsi verilməyib. Yəni, Aycun təqdimatı necə etdi, kimə baxdı, necə danışdı, bunlar haqqında heç bir məlumat verilməyib. Bizdən də tələb eləyir, Aycunun təqdimatı olan hissəni mətnə əlavə edək. Bir də Aycunun həyatda uğurları artıq təqdimat eləyəndən sonra onun həyatında yeni bir dönəm başlayır. Elə bil ki,
yaxşı çıxış edir ondan sonra həyatı, həmin hissələri belə deyək, mətnə əlavə eləmək. Aycunun təqdimatı olan hissəyə bunları qeyd eləyə bilərik. Məsələn, nəhayət dərs başladı. Bütün şagirdlər təqdimatlarını eləməyə başladılar. Kimisi təqdimat eləyəndə çaşdı, kimisi yaxşı təqdimat elədi. Növbə Aycunə çatdı. Aycun təqdimat eləmək üçün sinif qarşısına keçdi. Əvvəlcə özünü itirmək istədi, amma sonra atasına verdiyi söz yadına düşdü. Gözləri ilə dostu Leylini axtardı və gördü ki, Leyli gözlərində sevinç hissi ilə ona baxır. Leylinin gözlərində sanki o, bacaracaqsan, sən yaxşı danışacaqsan sözlərini oxuyurdu. Bundan sonra o təqdimat eləməyə başladı. Əvvəlcə təkcə Leyliyə baxırdı, sonra isə özünə inanaraq bütün şagirdlərlə göz təması qurur və çıxışını tamamlayır. Çıxışı o qədər yaxşı olur ki, bütün sinif onu ayaqüstə alqışlayır. Məsələn, Aycunun təqdimatı olan hissəyə belə cümlələr yazmaq olar. Bunlar nümunə cümlələrdir. Təbii ki, siz öz fikirlərinizi də əlavə eləyə bilərsiniz. Aycunun həyatda uğurları. Aycunun həyatda uğurları da sırf o təqdimatdan sonraki dövrdür. Yəni, o təqdimatla onun həyatında yeni bir mərhələ açılır. Əvvəl özünə inanmayan bir Aycun var idi. Təqdimatdan sonra isə özünə inanan, özünə güvənən, səhv eləməkdən qorxmayan, sinif qarşısında yaxşı çıxış eləyə bilən bir Aycun var idi. Biz də bu tərəfdən baxırıq. Deməli, Aycunun həyatda uğurlarına bunu yaza bilərik. Artıq Aycun sinif qarşısında çıxış eləməkdən çəkinmirdi, səhv eləməkdən qorxmurdu. Orta məktəbi yaxşı qiymətlərlə bitirir, sonra universitetə qəbul olur, universitetdə də əlaçı olur. Daha sonraki həyatında da həmişə qabaqcıl insanlardan biri olur. Həyatdakı uğurları hissəsinə də bu tipli cümlələri qeyd eləmək olar. Dinləmə mətninə keçməmişdən əvvəl dinləmə mətnində nədən bəhs ediləcək, onun haqqında biraz danışmaq istəyirəm. Bu mətn sırf qədim Yunan mədəniyyəti, qədim Yunanistanda natiqlik sənəti ilə bağlıdır. Natiqlik nədir? Əvvəla natiqlik nədir? Onun izahını vermək istəyirəm. Çünki uşaqlarda sual yarana bilər ki, müəllim, natiq nədir ki? Natiq nədir? Natiq sözü nitq sözü ilə eyni köklü sözdür. Danışmaq. Yəni, nitq nədir? Danışmaq, söyləmək, demək və s. Belə deyim də, uşaqlar, natiqlik bir sənət anlayışı kimi necə formalaşıb? Biz adətən sənət deyəndə, peşə deyəndə yadımıza, ağlımıza müəllimlik, həkimlik, mühəndislik və s. kimi peşələr gəlir. Amma natiqlik hal-hazırda indinin özündə də var belə bir sənət. Yaxşı inandırmaq qabiliyyətinə malik, gözəl nitqlə çıxış eləyən, dinləyicilərin diqqətini qazanan şəxslərin də ayrıca bir sənəti olurdu. Buna da natiqlik sənəti deyirdilər. İndinin özündə də misal verə bilərik, natiqlik nə vaxt və harda işimizə yarayır. Tutaq ki, millət vəkillərinin xalqı inandırmaq üçün elədiyi çıxışlar natiqlik sənətinə nümunə ola bilər. Təsəvvür elə ki, sən heç tanımadığın bir insanın sözlərinə inanaraq onu bir vəkil seçirsən özünə. Səni müdafiə edən bir insan kimi seçirsən. Tutaq ki, gəlir millət vəkili deyir ki, hə, mən bu işləri görəcəm xalq üçün, bu işləri görəcəm və o qədər inandırmaq qabiliyyəti güclü olur ki, xalq da ona inanır. İnanır ki, o həqiqətən də nə isə eləyəcək. Bu natiqlik sənətinə nümunə ola bilər. Və yaxud mitingdə mitingçilərin çıxışları, etiraz aksiyasına çıxan insanların çıxışları, bu da natiqlik sənətinə nümunə ola bilər. Qədim Yunanistanda da bu sırf sənət idi və natiqlik sənətini icra eləyənlər bunu ödəniş qarşılığında eləyirdilər. Yəni ki, qədim Yunanistanda və yaxud digər ölkələrdə, qədim ölkələrdə də ola bilər natiqlik sənəti. Sırf natiqlik sənəti nə işə yarayırdı? Belə deyək də, bunu adi qaydada asan bir izah verim. Tutaq ki, bir insan, günahsız bir insan tutulub, şərləyiblər, böhtan atıblar, tutublar. Bu insan məhkəmə qarşısında, hakim qarşısında özünü müdafiə eləyə bilmir.
Yəni ki, düzdür, günahsızdır, amma özünü də müdafiə eləyə bilmir. Özünü müdafiə eləyə bilməsə, bunu tutacaqlar, nə bilim, cəza verəcəklər, bəlkə də öldürəcəklər. Amma bu əsnada, bu yerdə növbəyə natiqlər gedir. Natiqlər elə güclü, inandırıcı nitqə malik olurlar ki, onların bir sözü ilə hakim inanır ki, bu insan günahsızdır və onu azad eləyirlər. Yəni sırf natiqlər, əsl natiqlər, gözəl nitqə malik olan, inandırmaq qabiliyyəti güclü olan natiqlər bu işlərlə məşğuldur. Biz deyə bilərik ki, hə nə olsun ki, yaxşı danışıb da, amma hər insanın elə qabiliyyəti yoxdur. Axı yaxşı danışsın, kimisə inandırsın. Deməli, bu xüsusi bir sənət növü kimi götürülə bilər həqiqətən də. İndi dinləmə mətnində nədən söhbət gedir? Mətni qısa şərhini verim. Dinləmə mətnində qədim Yunanistan tarixində Demosfen adlı bir natiq olub. Demosfen kim idi? Onun nitqində qüsurları olan, danışarkən çiynin atır. Amma buna baxmayaraq o natiq olmağa qərar verir. İlk çıxışı uğursuzluqla nəticələnir. Kütlə qarşısında çıxış eləyərkən onun qüsurlarına gülməyə başlayırlar və o qədər utanır ki, plaşı ilə üzünü örtüb gedir. Ondan sonra isə o həvəsdən düşmür. Tamaşaçılar ona gülür, özünün də qüsuru var idi. R hərfini tələffüz eləyə bilmirdi. Sonra danışarkən çiynin atırdı. Bu xüsusiyyətlərinə baxmayaraq o qərar verir ki, mən natiq olacam və tamaşaçıların ona gülməyinə baxmayaraq o qərar verir ki, mən ruhdan düşməyəcəm, özümdə olan bu zəif cəhətləri, hansı ki, belə deyək də, natiq olmağa imkan verməyən cəhətlər var idi. Tələffüz, sözü düzgün tələffüz eləyə bilməmək, çiyin atmaq, bu xüsusiyyətləri özümdən uzaqlaşdıracam və o gedir dəniz kənarında xırda daşları, çay daşlarını ağzına dolduraraq uzadan tələffüz eləməyə başlayır. Beləliklə onun dilindəki pəltəkliyi, r səsini tələffüz eləməmək aradan çıxır. Sonra çiyinin atmağı, yığışdırmağı necə eləyir? Tavandan bir qılınc asır. Nitq söyləyərkən qılıncın altında durur. Hər dəfə çiyinin atanda qılınc dəyib onun çiyninə yaralayır və bu gedişlə də o həmin o xüsusiyyətin uzaqlaşdırır özündən. Ondan sonra kütlə qarşısında, auditoriya qarşısında çıxış eləyir və hər kəs tərəfindən çox yaxşı qarşılanır, məşhur və qədim Yunanistan tarixindəki ən məşhur natiqlərdən biri olur. Ən mahir natiq olur. Mahir də məharətli deməkdir. Yəni, yaxşı qabiliyyətli bir natiqə çevrilir. Ondan sonra burada mətnlə bağlı suallar var. Demosfen kim olub? Yunanistanda olan natiq. Demosfenin ilk çıxışı necə qarşılandı? Təbii ki, tamaşaçılar ona güldü, zəif cəhətləri ona yaxşı çıxış eləməyə imkan vermədi və o utandı. Demosfenin hansı qüsurları var idi? Bayaq qeyd elədiyim kimi o r səsini tələffüz eləyə bilmirdi. Bir də danışarkən çiyinin atırdı. Məşhur natiq qüsurlarından necə xilas oldu? Deməli o dəniz kənarına gedərək xırda çay daşlarının ağzına doldurub uzadan tələffüz eləyir sözləri. Beləliklə o nitqində olan danışa bilməməyi, hərfi tələffüz eləyə bilməməyi kənarlaşdırır. O birisi qüsurundan da dediyim kimi tavandan bir qılınc asır. Həmin o qılınc hər danışanda, hər çiyinin atanda onun çiyini yaralayırdı və beləliklə də o qüsurundan da azad olur. İndi baxırıq B tapşırığına. B tapşırığında deyir ki, Alabəzək torba və Demosfen mətnləri üçün ortaq cəhətləri müəyyənləşdirin. Alabəzək torba mətninə qayıtsaq, orada Aygün adında bir qız var idi, 5-ci sinif şagirdi. Zəif cəhəti o idi ki, təqdimat etməyi sevmirdi. Təqdimat edərkən çaşacağından, səhv danışacağından qorxurdu. Şagirdlərinin ona güləcəyindən qorxurdu. Yəni, özündə natamamlıq hiss eləyirdi. Demosfenin də qüsurları var idi. Demosfen də r səsini tələffüz eləyə bilmirdi. O da Aygün kimi kütlə qarşısında çıxış eləyərkən insanların ona güləcəyini bilirdi. Hətta ilk çıxışında da ona güldülər. Ortaq cəhət
belə qeyd eləyə bilərik. Hər iki mətnin, yəni Alabəzək torba mətnindəki Aycın obrazı ilə Demosfen mətnindəki Demosfen obrazı özündə olan mənfi cəhətləri, natamam olan cəhətləri üzərində işləməklə aradan qaldırır. Yəni, belə deyək də, özünə güvənməklə, çox çalışmaqla həmin xüsusiyyətləri özündən uzaqlaşdırır. Bu, onların ortaq cəhəti idi. İndi baxırıq 3-cü tapşırığın C bəndinə. 3-cü tapşırığın C bəndində nə deyir? Deyir ki, plan tərtib etməklə Demosfen mətninin qısa məzmununu yazın. Ümumiyyətlə, plan tərtib eləmək nə deməkdir? Bunu sadə dillə belə deyə bilərik. Mətni hissələrə bölüb, həmin hissələrə ad vermək. Məsələn, mətndə nədən söhbət gedir? Hansı hissələr var? Həmin hissələrə müəyyən adlar veririk. Məsələn, birinci abzas tutaq ki, giriş hissədən danışırıqsa, giriş hissəyə yaza bilərik. Birinci hissədə qədim Yunanistanda natiqlik sənətindən söhbət gedir. Elə biz bunu bir plan bəndi kimi yaza bilərik. Qədim Yunanistanda natiqlik. Natiqlik. Sonra mətndə söhbət gedir. Dedik ki, Demosfen ilk dəfə natiq kimi cəhd eləyir. Cəhdi uğursuz nəticələnir. Bunu da plan bəndi kimi yaza bilərik. Demosfenin natiqlikdə ilk cəhdi. Belə bir plan bəndi yaza bilərik. Sonra bura qeyd eləyə bilərik. Sonra mətndə söhbət gedir. Demosfen ruhdan düşmür. Mətndə belə yazılır ki, Demosfen ruhdan düşmür. Özündə olan o zəif cəhətləri, natamam cəhətləri tamamlayır, düzəldir və yenidən xalq kütlə qarşısına çıxır. Amma belə də ola bilərdi də, yəni ruhdan düşə də bilərdi, heç nə etməyə də bilərdi. Deməli, burada özünə inam məsələsi çox böyük rol oynayır. Məsələn, 3-cü plan bəndi kimi Demosfenin özünə inamı yaza bilərik. Özünə inamı. 4-cü plan bəndi kimi yaza bilərik. Məsələn, onun qüsurlarını aradan qaldırmaq üçün çalışdığı hissəni yaza bilərik. Ən yaxşısı üçün çalışmaq. Məsələn, bu da bir plan bəndi kimi götürülə bilər. Sonra yaza bilərik, ən yaxşı natiq və yaxud ən mahir natiq. Mahir sözü məharətli deməkdir. Çünki orada deyir ki, Demosfen kütlə qarşısında çıxış eləyir, xalq onu bəyənir və o nəinki Yunanistanın, hətta bütün dünyadakı ən məşhur, ən mahir natiqlərdən birinə çevrilir. Bunu da plan bəndinə daxil eləyib yaza bilərik. Ən mahir, yəni məharətli. Məharətli natiq. Bu da plan bəndi kimi götürülə bilər. Dinləməklə bağlı tapşırıqlar bu qədər. Keçirik digər tapşırıq. Dil qaydaları, əsas və köməkçi nitq hissələri.